Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliyine karşı Türkçe eski kitaplar programının 394. bölümün Allah'ın adıyla başlayıram inşallah hayırlı olsun. Başlamadan önce demeliyim ki ben bu kitapların içinde bir kitap tapdım Hazreti Nesimi Hazretlerinden. Ki bu şeir çap olmayıbdı və əslində türklərin bu şeirin olub olmamasından xəbəri yoxdur. Mən çalışdım Türkiyədə, Azərbaycan Cümhuriyyətində görüm ki, bunun bəlkə bir nüsxəsi olar, xəbərimiz olmaz. Bunu bəzi dostların vasitəsilə, haramançılığı ilə çalışdım o Azərbaycan Cümhuriyyətində və Türkiyədə Nəsimi şünaslarla əlaqə qoyaq, onlardan soruşaq, görək belə bir kitab nə vəziyyətdədir, nə etmək olar və bəzi dostlara etimad elədim. Dost dediyim adamlara. Və indi yavaş-yavaş belə çıxır deyə ki, o etimad sui-istifadə olubdu o işi ki, mən görmüşəm, mən zəhmətini çəkmişəm, vaxt qoymuşam, axtarmışam, oxumuşam, tapmışam və burada səsləndirmişəm hətta bu proqramlarda. O dost dediyimiz adam onu təbii ki, axtarıbdı, indiribdi və ehtimalən öz adına biz ona deyəndən sonra, hətta onun vasitəsilə bəzi adamlarla danışandan sonra Azərbaycan Cümhuriyyətində və şeirdən də bir-iki nümunə göndərəndən sonra öz adına tızışdan onu göndərib, həmin adam ki, biz ona etimad eləmişdik və ehtimalən onun üstündə işlir. Nə demək? İnsanlar təcrübə eləməsəz şey olmur. Təbii ki, insanlar çətin yaşamda yaşırlar. Yəni, mənim də çətin yaşamım var, çox insanların çətin yaşamı var. Yəni, yaşamdan ötürü gəlib özgələrin əlinin, gücünün, zəhmətin öz adımıza çıxmaq heç də yaxşı deyil və hər halı xoş olsun mənim tərəfimdən. Amma insanlıq yoluna və yoldaşlığa sığmaz, etimada sığmaz. İnsanlar ömürlərini etimadla keçirdirlər və bir-birləri ilə etimad üzərinə bəzi şeylərə alver elirlər, bəzi şeylərə ortaya qoyurlar və bir az mənfəət üçün, indi oradan bir şey çıxar çıxmaz, bilmirəm nə qədər bir şey çıxar çıxamaz, amma bir ondan ötürü bir dünya etimadı aradan aparmaq məncə ən böyük haramlıqdır. Yəni, haram elə burada olur, yəni siz o etimadı sınır, o adam daha sizə sabiq adam deyil. Hər halda istədim bu cilayəni yetirəm. Elmi sahələrdə, zəhmət sahələrində hər kəsənin əl zəhmətinə hörmət qoymalıdır. Onun üçün dünyada buna bir copyright deyirlər, qoyublar ki, qanuni şəkildə, amma dostlar arasında deyil, nə deyirlər, qeyri-dost arasındadır. Hətta bilinməyən dostlar arasındadır. Yəni, dostlar deməyək, məsələn, mən Kanadadayam, bir dənə Çində, məsələn, bir adam da aynı işi görür. Bu, aynı zamanda copyright buna görədir ki, hər kəs əvvəlcə getsə bunu yazsa, onun adına çıxır, o dünyada o işi görə bilmir. Hətta tapsa da, öz gücü ilə tapsa da. Çünki əvvəl bu gedib yazdırıb ki, bunu mən bu işi görmüşəm. Biz bu işi dostlar arasında görəcəkdik ki, təbiətən, məsələn, bunu mən tapmışam bu kitabı, bu mənim adıma yazılacaq idi, ən azından budur ki, bunu İnsafəli Hidayət tapdı. İndi bunun mənfəət, maddi mənfəəti olar ya olmazdı, başqa bir şeydir. Hər halda istədim bu cilayəni dostluqlardan eləyəm. Və dostluqları bir növ xiyanətdir. Əslində xiyanətində ən əslisidir. Çünki insanın bir uzun zəhmətini sən oturursan qıraqda, o etimada güvənərək gəlirsən bunu oğurursan. Bu oğurluqdur. Toplumda, əxlaqda, fəlsəfədə, dində, ekonomidə,
siyasətdə, hüquqda, bunların hamısında bunun mücazatı var. Belə, bu qədər yetər. Gedək görək bu günləri hangi kitab bizim şansımıza çıxır. Biraz da əcələm var. Amma oxumadan geçmək istəmədim bu günü. Burada bu günləri sonunda biləxərə şey gəldi. Nə deyirlər? Yaz gəldi və bu günləri hava 20 dərəcədir, indi saat 10-dur. 20 dərəcəyə qoşulubdur. Dünənlərə Əbu Əli Sina adında bir kitabı oxumağa çalışdıq və çox sadə dilinə onun yazılmasına şahid olduq ki, çox sadə bir dilinə yazılıbdır. Kitabın adını biz kamil yazdıq, Əbu Əli Sina. Bugünkü kitaba baxanda görək ki, bu Usul-i Mülhəmə və bəli, bu nə mənədir? Buna da bir, bu açılmadı, dünən də açılmadı təəssüflə. Bu hər nədir? Görək ki, açılacaq ya yox. Açılsa çox yaxşı olar o kitab. Açılması bir çox kitablar yanlış format ilə qoyulubdur və bunu biz dün də görmədik. Yadımızda olsa bunu bugün baxarıq, görürük ki, nə deməkdir. Tamam. Yunus İmrə Həzrətlərinin divanını açaq, görək ki, bu divanda nə var, nə yoxdur və biz bunu oxumuşuq, oxumamışıq. Kitabın əvvəl görək hangi kitabxanada nə cür saxlanılır, fiziki vəziyyətinə baxaq. Üstə divanın üstündə bir şey yazılmışmış, siliblər. Divan-ı Yunus sonra yazıblar yerinə və əyri yazıblar, əyri aşağıdan yazıblar. Yəni divan düz xəttlə gedir. Bu Yunus beləsə əyri yazılıbdır. Fatih kitabxanası ehtimalən elə bu günləri Süleymaniyyə kitabxanası deyilən kitabxana. Ehtimalən kamil bilmirəm. Bunlar əllə yazılıbdır. Üstünə çox da bir fərqli xətt ilə aşağıda təzəşən Divan-ı Yunus və bunların ikisinin arasında 3-cü qrup kitab Kəxtabizi, nə mənə? Şağlink tarixi sabli yazısı. Oxuya bilmirəm nədir bu. Burada bir yazı yazılıbdır. Ondan keçək. Kitabın cildinin əksini salmayıblar. Kitabın içi biraz kirli görsənir. Biraz yox, hesabı kirli görsənir. Və təzəşdən səhifəni çevirir. O birisi səhifəyə gələndə görürük ki, yenə də kirlidir. Süleymaniyyə kitabxanasının möhrünü görürük. Vəqf kim eləyib də onun burada adını görürük. Bir-iki möhür həm üstə, həm altda vurula bilər. O cür bir nəzərə gəlir. Mikrofilm arşivi deyə bir nömrə də burada qırmızı rənglə görürük. Kitaba ehtimalən, əlbəttə bu da ehtimalən deyək, çünki bu suya bənzəmir, amma bir ayrı bir şey ola bilər. Kitabın içinə baxırıq. Kitabın içi çox əla bir vəziyyətdə. Su gəlib kitaba. Elə bir məsələn torpaqlı su gəlibdir, yəni bu cürsə olubdur. Ya da su gəlib kitaba. Kitabın girdikcə kitaba uclardan giribdir kitabın içinə. Kitabın cirgin, kağızın cirgin yığıb aparıb ortaya tərəf özü bir ona mərz salıbdır. Bunların üzü ilə mən neçə dəfə su gəlibdir hesablayıram. Kitabın şeir başlanır. Şeirin başında ehtimalən burada bir, yəni dövrəsində çarçivə durublar. Bu 4 səhifədə görsənir, əgər diqqət eləsəz. Mən bunu yekəldim, daha biraz yekə olsun. Tamam. 1, 2, 3, 4, 5. Deyək ki, 5 xətt ilə dövrəyə cizgi çəkiblər və bunların biri zeytuni, qalin, qalanı nazik xəttinə, qırmızıdır, qərədir, abıdır, beləsi bir şeylər. Və yazının başında, yəni kitabın başında, başlanğıc səfərinin başında
Ehtimalən ya kitabın adına yer qoyublar, burada ortasında görsənmir, yəni bəlkə biraz o üz əyilsaq, %100 burada bir yazı olacaq. Ya Bismillahirrahmanirrahim yazılıbdır, ya da kitabın adı yazılıbdır. Onun üstündə də Osmanlı dövrünün əlaməti daha fərqli yazılıbdır. Yəni o təzhib ki deyirik çəkilibdir, nəqqaşi ki deyirik çəkilibdir. O Yunus Əmrənin iç dünyasının dahı. Dedik ki bir Osmanlıda normalda o aşağıda Bismillah ya kitabının adının yeridir. Onun üstündə bir ayrı haşiyə açılır, çarçıvə açılır. O çarçıvənin isə bir günbəz çəkilir. O günbəzin içində bir güllər olur çox azca və onun üstündə bir az güllər kimi bir şey göyə tərəf hərəkət edir. O insanın düşüncənin eşiyə çıxdığın. Burada onu fərqli görürük. Günbəzin içində, günbəzin içində günbəz. Yəni 3 dənə günbəz bir-birinin içində və cəlib o mərkəzi günbəz gül kimidir özü və daha abraqdır və yəni güllüdür. Onun qırağındakı ikinci layə, yəni mərkəzi layənin üstündəki layə biraz yekədir. O mərkəzi layədən biraz yekədir, amma güllə doludur və onun üstündə bir kiçik topluma çıxan layə kimi ola bilər. O aralıq kimi ola bilər toplum. Orada bir kiçikdir, amma orada da burada bir güllər vardı. Yəni orada da güllər ola bilir. Sonra eşiyə çıxan, yəni topluma və şeyə çıxan burada nisbət o birisi tərhlər üçün gözəldir. Səhifələrin hamısı şeir, hər misrə, yəni bir beyt iki misrədən tapılır, iki parçadan tapılır. Biri üstdə, biri aşağıda yazılır. Beləsi hey davam edir, gedir aşağıya. Və çox gözəl bir xətlə aralıqları, sətirlərin yəni aralıqları çox gözəl arası var. Kəlmələr bir-birinə yaxındır, bir-birinə şeydə orada müşkül olacaq ehtimalən. Amma hər bir kəlmədə bir-birinə yapışan ya bir-birinə yapışmayan hərflər ki, bir kəlmənin içində də hamısına səs qoyubdur və beləliklə biz bilirik ki, Yunus Əmrə cənablarına buyurduqları bu şeirlər, irfani sözlər onun çağında ya bu kitab ehtimalən dərbara yazılıbdır, orada saraya yazılıbdır. Orada o zamandakı bu kitab yazılıbdır. Nədir o sözlər ağızdan çıxırmış, ağızdan eşiyə çıxırmış və insanlar eşidirmişlər. Biz onu bu günləri yaşaya bilirik. Kitabın o birisi səhifəsinə keçirik. Fi tərifi bunun nəmində əqlilər ehtimalən, əl-əql belə bir şey yazıbdır. Fi tərifəl əql olacaq ehtimalən. Burada bu fi tərifə əql sözün, yəni şeirin elə bir adıdır. Onu bir çarçıvədə qoyubdur və abı rənginə yazıbdır. Sonuncu səhifədə, yəni bu tərifə əqlin davamı o şeir haləti ki dedik bir-birinin arxasıcan idi. Onu bir sətirdə belə qoyublar. Haradan ki gedir, orada yazılır. Yəni sətirdə qutarmır. Məsələn, bir misrə sətrin yarısından çoxunu tutur, ya sətrin axirindən bir kəlmə qalıncan tutur. Onu orada bir gül çəkir, davam yazır ikinci misrəyi, bir beyti tamam edir. İkinci sətirdə məsələn 2 kəlmə, üçüncündə 3 kəlmə, 4 kəlmə bu cürsə boş qalır, davam edir. Sonra burada su gəlibdir, təəssüflə abılara biraz da ehtimalən irad yetiribdir. Aşağıda bir yenə də abı yazı ilə bir şeirin adı yazılıb, amma mən onu oxuya bilmirəm, abılar keçibdir. Amma yenə təzəşdən qeydir, biraz daha şeiri o şəkildə ki, əvvəlkin yazmışdı, o şəkildə davam etdirir. Çarçıvələr aynı qalır. Əlbəttə, nəzərə gələn burada çarçıvələr daha gözəl görsənir, ehtimalən birinci bölümdə. Yəni o birinci, ikinci səhifədə biraz su gəlib. Əlbəttə burada da ortasına su gəlibdir. Bunu yuyub aparıbdır. Yəni belə nəzərə gəlir ki, çarçıvələri birinci səhifədə, ikinci səhifədə bəzi yerlərin yuyub aparıbdır rəngi. Amma getdikcə umaram ki, yaxşılaşsın. Hərəkət feylən davam edir. Və bir tərəfi, yəni kitabın bir vərəqi salimdir, o birisi vərəqin bir üzü. Yəni arxa üzü salimdir.
İndi məsələn bu səfəni baxırıq burada, bunun arxa üzünü çevirəndə bu tərəf salimdir, amma bu tərəfi salim deyildi. Bu nədən belə bir iş olubdu? Bu da bir sual yeridir. Amma burada su görürük ki, gəlib də hətta yazını da biraz xarab eləyibdi. Həm o çərçivəni pozubdu, həm də yazıdan biraz pozulubdu. Burada bir kəlmə ehtimalən pozulubdu, təzəşdən yazılıbdı. Yazılışının da biraz fərqi var, rənginin də azdan çoxdan fərqi var. Həzrəti Yunus Emre rəhmətullahi əleyhin kitabının PDF-də 211 səhifə görürük ki, 422 səhifə kitabda olacaqdır. Onun üçün çox bir yekə kitabla, qalin kitabla üzbəüzük. Kitabın burada yarısından çoxuna su gəlibdir. Hətta burada sudan keçibdir. Ehtimalən bura yağ tökülübdür. Belə bir şey görsənir. Kitab şey olaraq, nəqqaşi olaraq, kağız olaraq çox gözəldir. Kağız olaraq kitabın özündə əlbəttə abı dairələrdən də istifadə edib kitabı daha gözəllədibdir. Amma vaqiqiyyət budur ki, kağızın cinsi nəzərimə həm qalındır, həm də amma nədən isə elə bir ki, məsələn bunun o şey, mən deyirəm bunlar yağdır. İndi mən indiyəcən bunları yağ düşünürdüm. Ola bilər ki, yağ olsun, amma yağ deyil. Bunlara ahar vurulmuşlar. Bu aharlar zaman içində tökülə bilir. O töküləndə kağız iki cürə görsənir, yağlı və yağsız görsənir. Ehtimalən aharın özünündə həttəmən bir yağı olur, ona görə onun o şeyə yapışır, kağıza ki yapışır. Ehtimalən o qopanda o altındakı o rəng fərqi görünür. Bu kitabda o görünür. Yəni məncə daha bunu öyrəndim. Yəni ki ahardır, ahar gedir. İndi də kitabın bu tərəfi yox, dedik ki, səfənin A tərəfi silinirdi bəzi yerdə. İndi B tərəfi silinir. Yəni burada A tərəfini görürük ki, salimdir. Arxasına gedəndə B tərəfinə görürük ki, burada indi hər ikisi də salim gəldi. Amma burada bu səhifədə indi bu səhifə A tərəfidir. Bunun B tərəfinə baxanda görürük ki, o çərçivə silinibdir. İndi öyrəndik ki, bu təzəşdən bir ayrısı, yəni kitabın bunu yazaq. Kitabın PDF-də 55-ci səhifədə şey qutarır. Birinci risaləsi qutarır. Görək ki, burada nə yazıbdır. Əcəba burada bir tarixdə yazsa çox yaxşı olar. Təmmətir risalətin nəsihətü be'unillah. Nəsihət risaləsi qutardı. Əcəba bu da Yunus-i Əmrənindir ya yox, onu da soruşmalıyıq. İndi bu ikinci şeydir. Əl-Məliküs Səmədiyyə hamidən və müsəlliyən lillah. Bu da Be'unillahil Məlikil Səmədiyyə hamidən müsəlliyən lillah. Tarix qoymayıbdır təəssüflə, amma oxuyanda bəlkə səfəni yazdım, görərik ki, var. İkinci bölüm başlanır. Yəni bu kitab indi bura ikinci bölümə gəlirik. Burada da bir də deyim, o hangi kitabları oxuyuruq? O kitabları oxuyuruq ki, 250 ildən öncə yazılmışdı, bu bir. O kitabları oxuyuruq ki, onların yazısı türkcə, ərəbcə əlifbası ilədir. Latincə ya ayrı dillərdə olanları oxumuruq. O kitabları oxuruq ki, əl yazısını dedik. Yox, üçüncüsü əl yazı olsun, əl yazma olsun, əgər çap olsa, daş yazma olsa onları oxumuruq. Və bu qədər. Hələ feylən bunlar yadıma düşdü, necə oxuruq. İndi burada bəzi kitablar bilirik ki, neçə kitab içində olur. Bu ikinci bölüm başlanır. Bu da aynı əvvəldəki kimi, yəni biraz çox fərqli əlbəttə. Yenə bunun bir başlığı, yəni o təzhib ki olubdur, nəqqaşi ki olubdur, o iki bölümdən ibarətdir. Bir aşağıda ya Bismillahın yeridir, ya kitabın adının yeridir. O rəngin içində rəngin özünə təqribən mail rəngi ilə yazılır. Ona görə onu oxumaq biraz zor olur əkslərdə. Ya da olmur əsla. Bir də onun üstündə bir irfan dünyasını və onun insanlarla, toplumla olan əlaqəsini göstərir. O birisində ki, baxdıq, 3 dana
bir-birinin qarnında günbəz davam edirdi. Bir-birinin qarnındaydı. O məncə Yunus Əmrə Həzrətlərinin özü üçün, sonra onun dövrəsindəki olan toplumun və ondan sonra ümumi toplum və ondan sonra bunu göstərirdi. İndi burada biz bunu iki mərhələdə görürük. Burada içi çox güllüdür. Ondan arası bir toplumla onun arasında bir kiçik bir soğan qabığından 100 qat qalin. Orada bir şey var. Bir toplumla onun içinin arasında bir şey var. Ola bilər o dövrəsindəki dərvişlər, müridlər ola bilər ki, onun dövrəsindədirlər. Ya o onlara təlim edir, onlar ola bilər. Çünki onlar toplumun çox azıdır. Ondan sonra toplum ki, da o göyə tərəf gedən o topluma hərdən bir şey yetişir. Yenə də aynı xətt ilə yazılıbdır, aynı kağızda yazılıbdır, aynı metodla yazılıbdır. Bunu bir şey demək olmayacaqdır. Qıraqda biraz burada indi, yəni bu kitabda əvvəl şeiri yazıblar. Sonra dövrəsinə çərçivə çiziblər. Bunun üçün də 4-cü səhifədə görürük ki, çərçivəni çizəndə məcbur qalıblar, şeir uzun olduğu üçün geçibdir, çərçivəni orada kəsiblər ki, o yazı orada davam eləsin. Amma burada çərçivələri daha aydın cızıblar. Orada məsələn bu xətlər ki, arasında 1 milimetrin məsələn 1 milimetrin %1-i ya 10%-i mikrometr deyək əlbəttə arası var. Onu belə burada kamil ayıra bilirik. Amma o birisində, yəni qabaqçı bölümdə bunlar təqribən bir-birinə yapışmışdı. Amma burada bunu ayrı görə bilirik və saya da bilirik. 1, 2, 3, 4. 4 xəttdir, arada biri də zeytuni rəhlənibdir. Yenə də aynı vəziyyətdə bəzi səhifələrin aşağı bölümündə o rəng olan bölüm silinibdir. Niyə silinibdir o? Onu bilmirəm və anlaya bilmirəm. Kitaba görə də həm su gəlibdir, həm də şey olubdur, o ahar qopubdur, ya da qopmaq halındadır. Yenə orta ya şeirlərin baş yazıları abı rəngindən yazılıbdır, onlara qeydib baxarıq. Burada biraz kiçikdir. Hərf-i cim, eyzən nurun məzciə, hərf-i ta, nurun məzciə, hərf-i ta deyə. Bəzi yerlərdə o abı xətt oxunmur. Məsələn, bu səhifə əslən oxunmur. Çünki elə bir hərəkət edir. Mən baxanda bura gözlərimdə şey olur, titrir. Xətt çox gözəl, o abı yazılar daha gözəl, amma mən oxuya bilmirəm o abı yazıları, çünki çox gözəldir. Mən çox gözəl olanda oxuya bilmirəm, amma gözəl olanda oxuram. Yəni, gözəl olanda alverə girə bilirik, düşüncə alveri, anlayış alveri, rahat oxumaq, ləzzət aparmaq olur. Yoxsa gücəndiği bir şeydə adam ləzzət apara bilmir. Kitabı davam edirəm. Görüm taza bir şey olursa, fərqli bir şey olursa. Burada 2 dənə şeir var ki, yazılmayıb başlığı. Yeri qoyulubdur, yazılmayıb ya silinibdir. Yəni, bu ola bilər ki, yazılsın, amma oxunmaz. Yəni, yazılsın, amma silinsin, ya da ki, yazılmayıb əsla, ola bilər, olsun. Yazılan yerlərdə qalır bir əsər, amma baş tapmadım hər halda. Çox bir uzun kitabla qarşı-qarşıya. Yox, cəlibdir ki, bu kitabın diqqət eləməmişəm buracan. Bu kitabı əks salanda məncə bu kitabın təqarunu olmalıdır. Biraz kiçik eləyək. Bu kitabın təqarunu aradan gedib əks salanda. Təqarun nə deməkdir? Bizim sağ gözümüzlə sol gözümüz aradan bir xətt vardı. Əslində beləsi bir xətt çəksək, bununla bura birdir, bura birdir, dodaqlar birdir, üzün buraları birdir, qulaqlar birdir, aşağı üst deyirlər. Ya məsələn, başın üstü çox uzun, aşağı çox uzun, ya məsələn, aşağı çox çıxılı, yuxarı çox uzun, beləsi bir şey yoxdur. Burada bir qərinə var, bir cürlük bir-birin
Əgər əyri olsalar, biri əyri olsa, biri düz, onu fori anlar və bizi yorar, bizi narahat edər. Kitabda da özəlliklə belə bir kitablarda, əski kitablarda, hətta buradan gördüyümüz hamısı kitablarda kitab yazı səhifənin ortasında olur. Orta tərəfdən tikilibdir, orada az ola bilər, amma qıraq tərəfdə çox yer qalır, üst tərəfdə aşağı tərəfindən bir qalır yer. Burada görürük ki, üst tərəfdə yer məsələn 2 santimetrdir, aşağıda yarım santimetr, ya 1 santimetrdən biraz 9-8 milimetr. Bu bunu göstərir, kitabın əksini salanda diqqət eləməyiblər. Onun üçün də biz indi görə bilmirik ki, bu kitabı yazan nəssaq ki, bu gözəllikdə yazıbdır, əcəba səhifənin aşağısında bu vəraq ki qutarır, o birisi vəraq başlayacaq, onu yazıb ya yox. Amma sonralar buna gətiriblər kitabın üstünə əlamət qoyublar. Burada bir dənə də sual əlaməti görürük. Yəni bunu indiyəcən görməmişdim, diqqət də eləməmişdim. Bu səhifədə indi PDF-də 157 görsənir. Bu səhifədə biz bir sual əlaməti görürük qoyublar. Nədəndir onu bilmədim. Bu tərəfdə bir dəfə yazının çərçivənin başında yazıblar 157, o birisi səhifədə 158. Amma sonralar ki, latincə gəlibdir, kitabxanalara hakim olubdur, onda götürüb bunu İngilis əlifbası ilə, latin riyazisi ilə yazıblar 156 ya 157. Bunu burada görürük. Bu sonra yazılmadı. Amma kitabın aşağısı təəssüflə bəzi əkslərdə daha çox qalır. Yəni, əks salanda aşağısında olan o açıq yer ki, gərək qalaydı çərçivənin eşiyində, onu məsələn bu səhifədə görürük ki, yarım santimetrdən də az elədilər. Məsələn, burada indi baxırıq, gəldi əslən yetişdi xəttə, yəni o qədər bunu diqqət eləməyiblər əks salanda. Kitabın baş tərəfində boş yer var, aşağı tərəfdə məsələn burada indi 2 milimetr qaldı. Burada biraz çoxaldı, azaldı. İndi burada məsələn kitab əyridir və burada bir tərəfi 3 milimetrdir ya 4 milimetrdir, o bir tərəf məsələn 1 santi yarımdır. Bunu da beləsi görürük. Nəzərimə kitabı əksini salanda diqqət eləməyib və onun üçün biz görə bilmirik ki, aha, indi məsələn burada gəldi yapışdı xəttə. Yəni üst tərəfdə çox, aşağı tərəfdə az. Təəssüflə bu da yenə diqqətsizlikdən hasil olur və indi burada yenə gətirildi, kamilən yapışdı xəttə. Kamil halda o çərçivə yapışdı əksi salan yerə və bu çox pis bir şeydir. Buna görə ki, indi biz kitabı görmürük. Aşağıda yazıb ki, onsuz səhifə nə cür başlanacaqdır. Çünki bu ədədləri sonra yazıblar. Biraz bunu yekəldim. Mən istəyirəm o səhifələri görək. Yox, səhifələri görək onun üçün. Kitabın fiziki durumu çox önəmlidir. Kitabı biz əlimizə alıb, əlimizdə onun iyləyə bilirik, gözümüzlə onu görə bilirik, əlimizlə onu qalınlığın, nazikliğin, kağızın cinsin, kağızın içindəki o bir şeylər ki, bir-birinə yapışıblar, kağızı şəkilləndiriblər, onları görürük. Kağızın xəttin belə cöhərin, əgər burnumuz yaxşı ilə axtara bilsə, eləyə bilirik, tapaq. Sonra gəldik kitabın sonuna və kitabın sonunda qurtarır, bunu baxarıq, görürük burada ey kərimi ləm yəzəl, ey padişahı la yəzal, səltənət külli sənindir, səltənət külli sənindir, kimsənə yoxdur zəval, imamül müttəqin oldur, xitamül mürsəlin ol şah, nizamül aləmin oldur, xumaül əkməlin ol şah. Və kitab beləsilə qutarır Süleymaniyə möhrü ilə. Bu da bu. Qeydaq kitabın əvvəlindən görək, biraz oxuyaq. Görək ki, nə olur. Kitabın əvvəlində dedik ki, bir dənə möhür var. O möhrü görək, oxuya bilsək. Osmanlı dövlətinin möhrünə bənzir. Məhmud Hac ehtimalən olacaqdır. Vaqif, oxuya bilmirəm, imza Osmanlı imzasıdır. Ya da Osmanlıda raic olan imzadır. Məmulən bu imzanı biz şeydə görürük, Osmanlının möhürlərində görürük.
Elhamdülillahi'llezî hedeyna lihaza ve ma kunna linehteniye lo en hedeynallah. Bu möhrün üstünde yazılan bir şey. Ama möhrün altında yine de aşağıda aynı möhrü vurup ya bir ayrı möhür vurup. Yok, ayrı möhür varmış. O silinip təqribən görsənmir. Aşağıda da vaqiflər alıb satanın ehtimalən ya vəqf eləyənin imzası və möhrü ehtimalən odur ki, imza qalır amma möhr aradan gedibdir biraz. قد وقف هذا النسخة الشريفة والمجلة المسفة حضرة سلطان اعظم Sultanina A'zam Salatin. Nöqtəsi zadı yoxdur. Ona görə beləsi oxuram. Nə səsi var, nə nöqtəsi var. Elə beləsi yazılıb gedibdir. Mən də oxuyub anlamağa çalışıram ki, nə yazıbdır. Qəd vuqifə hazihin nusxəti şərifətül vəl məcəllətil musqəti ya musfətü Hazreti Sultanina A'zamus Salatin el-İzam Ekremül Xavaqin Fəham Əs-Sultan ibn Sultan Əs-Sultan el-Qazi. Kim bunu şey eləyibdi? Sultan ibn Sultan. Əvvəl indi burada kitabın adını yazaq. Ad və sonra yazaq Vaqif. Vaqif. Şimdi Əs-Sultan ibn Sultan Əs-Sultan el-Qazi Mahmud Xan əyyədəllah عبد الله أيد الله بالنصر في سرير العدل والإحسان لمن طالع وأفاد حرس İndi burada bir şey yazılıb ki, bilmirəm. Fəqr oxuyaq, əsr oxuyaq. Ona görə və əfadə harasal əsr fəqrəllah bilmirəm, fəqr olmaz bu. Bəlkə də fəqridir. Harasəhul fəqrə Allahu subhanahu və teala Dərviş Mustafa. Sultan ibn Sultan dedi amma getdi Dərviş Mustafa Mahmud Xan. O Mahmud Xandır. Sultan Mahmud Xan Əyyədəllah bin nəsri fi səriril ədli vəl ihsan. Ehtimalən ədl və ihsan dördüncü Mahmud ehtimalən ilə tarixdə bir donu olacaqdır. Limən taliə və əfadəhu harasəhəl fəqr ilə ehtimalən fəqr ola az Allah subhanahu və teala Dərviş Mustafa el-Ma'mu tənfis oqafil hərəmeyn şərifin. Ehtimalə əl-mə'mur olacaqdır. Ya əl-mə'mu, bilmirəm nə deməkdir. Tənfis kimi gəlir nəzərimə. Oqafil hərəmeyn şərifin qəfərələh. Hər halda Sultan Mahmud Xan Həzrətləri bu kitabı vəqf edibdir. O adama ki, o adamın vəsiləsi ilə ehtimalən göndəribdir Məkkə, Hərəmeyn şərifin olur Məkkə-i Müəzzəmə və Mədinə-i Münəvvərə şəhərlərinə. Oranın da toliyyəti, bu cünədə İranda toliyyət deyirlər. İdarə sistemi Dərviş Mustafa Əl-Mə'mu əlində imiş. Ona veribdir. Allah deyir, ona da rəhmət eləsin. Hər ikisinə rəhmət eləsin inşallah. Aşağıda möhr görürük, amma möhrü biraz yekəldik, görək oxuya bilirik ya yox. Kitab əldə olsa oxumaq olar. Sultan kəlməsi oxumaq ola bilir ehtimalən. Qalsın oxuya bilirəm. Bir də Əli kəlməsi oxudum. Mən burada Sultan ibn Əli belə bir şey görürəm, amma nə deməkdə anlaya bilmədim. Gedək şeirimizə. Bismillahirrahmanirrahim. Padişahın hikməti görünüldü. Padişahın hikməti gör neylədi? Neylədi? Padişahın hikməti gör neylədi? Odu, su, toprağı, yeli söylədi. Odu, su, toprağı, yelə söylədi. Bismillah deyib gətirdi toprağı, ol aradə hazır oldu, ol dəği.
olduğu. O arada hazır oldu. Olduğu. O şey ki olacağıydı, o hazır oldu. Topraq ilə suyu bünyad eylədi. Agah ana Adəm deməyi ad eylədi. Topraq ilə sudu qatdı, bir-birinə bunyad elədi. Bunyad indi də işlənir. Bir şey ki düzəlir, onun adına deyirlər. Düzələn şeyin adına bunyad deyirlər. Ana, yəni o düzələnə Adəm deməyi ad eylədi. Ona bir adam adı verdi. Dedi adam. Yel gəlib, yel yazmayıb, yel. Yel gəlib ardınca dabıtdı ani. Dabıtdı nə deməkdir? Ehtimalən dağıtmaq mənasındadır. Yəni nə mənasındadır? Yel gəlib ardınca dabıtdı ani. Andan oldu cismi Adəm bül bunu. Nə demək? Aha, andan oldu cismi Adəm bil bunu. Ehtimalən dabıtmaq nə deməkdir? Görək bunu ChatGPT ya şeydən soruşsaq. Bunu burada axtarsın. Biz gedək buradan görək Gemini. Əcəb, niyə işləmədi bu? Yorğun görünür. Dabıtmaq mənaları baxımdan çənd günədir. Zəminəyə görə anlam dəyişir. Bastırmaq, zirə salmaq, məhkum etmək. Zirə salmaq, aşağı salmaq və məhkum etmək. Yəni bir şeyi ya bir kimsəni qüvvə və zorla bastırmaq, onu sakit etmək, hakimiyyət altında saxlamaq. Pəs burada elə o anlamı gəlir, düzdür. Çünki dedi ki, yel gəlib ardınca dabıtdı anı, onu bastı, ona şey elədi. Andan oldu cismi Adəm bilbünü. Bunu nəfəs də əslində deyir. Aldı içinə. Yəni od dəxi gəldi və qızdırdı anı. Od da gəldi, onu qızdırdı. Çünki qızdı cismə ülüşdü cəni. Can sözün cəni yazıbdı. Surətə can girməyə fərman olur. Surətə can gir. Surət bədən. Ət, sümük, qan olan yer. Surətə can ruh. Surətə can girməyə fərman olur. Padişah əmri ana dərman olur. Surəti can girdi, surəti can girdi. Pur nur eylədi. Surətə bizim indi bu surət görünməndir. Surət yəni görünən. Biz insanların için görmürük, surətini görürük. Və paltar altında olduğu üçün ona görə də biz insanların surətini görürük, yəni üzlərini görürük. Sirətləri, yəni içlərini görmürük. Paltarın altındadır hər halda. Əlbəttə indi insanlar lüt olurlar. O da bədənlərini görürük, yəni. Surəti can girdi, pur nur eylədi. Surət daxi cani məsrur eylədi. Surət daxi cani. Yəni bu surət özü eləyə bilər şey. Bir-birinə təsir qoyurlar. Həm düşüş ötdi, dedi ey Zülcəlal, benim biki birləşək məcal. Oxuya bilmədim bunu. Benim biki yerləşək məcal. Ya yeritsən, yaratsəndir. Benim biki beni, bini əlbəttə ya biki. Benim biki bini yaratsın mücal. Toprağı ilə belə gəldi. 4 sifət səbrü
Səbr yox, təvəkkül, məkrəmət. Səbrü, səbrü, yuxu, təvəkkül, məkrəmət. 4 dənə oldu. Səbrü, ayü, səbrü, ayü, ayuxu, o tamam. İndi qələt oxumuşdum. Səbrü, ayuxu, təvəkkül, məkrəmət. İndi burada bunlar bir-birinə yapışdığı üçün, məsələn, mən bunu səbrü oxuyurdum, səbrü. Çünki burada bir yanda əlif var, dedim cəmcə yazıbdır. Ərəbdə səbr elə səbr edir, cəm bağlanmağın səbur, subur ola bilər. Amma mən burada üçün bir-birinə yapışıqlı kəlmələr bunu səbrü, o əliflə cəm oxurdum. Yuxu, təvəkkül. İndi sonra gördüm ki, olmaz axı necə ki, məsələn, səbr, yuxu, təvəkkül və məkrəmət. Sonra gördüm səbrü, iyü, yuxu, yaxçı əxlaq, təvəkkül, məkrəmət. Səbr torpaq olacaqdır, iyuxu ehtimalən od olacaqdır, təvəkkül yel olacaqdır, məkrəmət indi hangisi qaldı? Su olacaqdır. Ya da bəlkə tərsinə səbru yer, iyuxu su, təvəkkül od, məkrəmət yel. O cürsü oxuya bildim. Söylə gəldi, su ilə gəldi, belə dörd dürlü hal. Su ilə gəldi, belə dörtlürlü hal. Burada su da gəlib kitabın içinə, onda burada gəldi. Ol səfa, dörd həm səxa, lütfu və sal. Ol səfa, birinci səfa, ol səfadır, həm səxa, lütfu visal. 4 dənə şey gəldi. Səfa, ol səfadır, o 4 dənə tazaşdan sayır. Ol səfadır, həm səxa, lütfu visal. İndi səfa saflıq sözündəndir. İnsanlar bir-birinə saf olalar. Məsələn, səfalı bağ. Bir bağa giririk, bir parça səfalıdır. Yəni nə deməkdir? Hər şey öz yerindədir, gözəl görünür. Bu olur səfalı. Səxa bağışlanmaq, bağışlayıcılıq. Lütf səxadan biraz izafə ola bilir ya da aşağı ola bilir, bilmirəm. Bunların mərhələlərin fərqi var, mən bilmirəm. Visal da bir şeyə yetişmək. Bir-birinə yetişmək. Yellə gəldi, bil zat, 4 həvəs. İndi sudan 4 dana gəldi. Onları dedi ki, bu 4 dana gəldi. Səfa, su verir bağlara, səfası olur. Səxanı da, lütfü də, visalı da onunla elir. Su özü yetişir, məsələn, gülə, adama. Hər şey su ilə diridir. Elə o doğrudan visaldır. Lütfü də heç zat demir. Nə səxasında, nə lütfündə. Heç zatı, yəni minnət qoymur. Su bizə, ya güllərə, ya heyvanlara, hər şeyə gedir, amma heç birisinə də minnət qoymur. Haviyə, hər şeyə. Minnət qoymur ki, mən gəldim, sən məsələn su içdin, yaşadın, kef elədin, diri qaldın, gül açdın, evləndin, ərə getdin, uşağın oldu filan, mən olmasaydım olmazdın deyə bir minnət qoymur. Yel gəldi, toprağınca o 4 dana idi. Mən bunları 4 dana sifət topraqla gəlmişdi. Nə idi? Səbr idi, iyuxu, təvəkkül, məkrəmət. Su ilə gələnlər 4 dana idi. Səfa, səxa, lütf, visal. İndi yel ilə gəldi, belə 4 həvəs. Yel ilə gəldi, belə bil 4 həvəs. 4 həvəs yel ilə gəldi. Həvəslər gəlir, gedir. Yel daimən hərəkətdədir. Su da hərəkətdədir, amma su bir növ dirilik verir. Yel isə bir şeyi daşıyır bir yerdən bir yerə. Məsələn, güllərin, ağaçların, meyvələrin, toxumun gül bu yerdən ayrı yerə daşıyır. Daşıyıcıdır. Və durdu, sabit qalmır. Yel gəldi, belə bil 4 həvəs. Yel ilə gəldi, belə bil 4 həvəs. Oldurur çizbu, riya, neyrənci nəfəs. 4 dana oldurur, yəni düzəldir də, dəyişdirir. Çizb, yalan. Biz məsələn görürük ki, bunu çox şeylərdə görmək olar. Ya uzun zamanda baxmalıyıq, ya da məsələn
səhralarda, məsələn, kəvirlərdə, Lutda, məsələn, yel görürük bir yer, məsələn, düzdür, səhər görürük orada qum toplanıb gedib göyə. Bu şeylərdə olur, bu dedim, səhralarda, yerlik yerlərdə olur. Hərəkət edir şeylər. O qumları, zadları daşıyır. Bu çizmidir. Yəni bu gün burada bir şey görürsünüz, səhər görürsünüz, yoxdur. Yalan. Bəzi dostlar kimi. Riya. Riya da bilirik, yəni riyanın kökü nədir? Əvvəl oradan baxaq, görək ki, bu riya nə deməkdir? Riya Riya sözü lüğətdə və ümumi məfhumda iki üzlük, göstəriş, özünü olduğundan başqa cür nizamə vermək mənasındadır. Tamam, bu bizə göstərir ki, riya nə deməkdir? Dost göstərir, amma mənfəət axtarır. Mənfəət vermir. Öldürür, oldurmaq, yaratmaq. Oldurur ki, hava, yalançılığı, riya, ikiyüzlüğü, minüzlüğü, neyrənc, kələk çəkmək. Mən bunu nə cür əlindən bir şey qopardım. Nəfəs, eyni halda hava nəfəsdir. Biz bunu çəkməsək olmaz. Ən önəmlisi də budur. Tamam diriliklər hava ilə diridirlər. O dilə gəldi belə 4 dürlü dəd ehtimalən. Ehtimalən dəd oxunacaqdır. O dilə gəldi belə 4 dürlü dəd. Nə deməkdir? Şəhvət, dəd heyvanat şeyə deyirlər. Div o dəd deyirlər də, yəni yırtıcı bir şey. Yırtıcı canlı. Şəhvət, kibr, təmə, birlə həsəd. Bunlarla bərabər həsəd də var. Şəhvət odla gəlibdir. Şəhvət od kimi gələr, sönər. Od da yanar, sönər. Su amma sönməz. Su elə dövlət gəlibdir, Urmu gölün qurutmasa qurumaz. Oraylı daimən tarix boyu hərəkət eləyibdir, eləyəcəkdir da. Biraz yağış azalar, çoxalar o yerində, amma qurumaz. Yəni su davam edir. Şəhvət, kibr. Kibr də bir şeydir. Mən üstünəm, mən beliyəm, mən hamı ilə dostluğum vardı, onunla planım vardı, bəhmanım vardı. Təmə, insanın tamahı, o da bir şeyi görəndə, hə, bunu mən alım, bu mənim olsun, niyə onun adın olsun, niyə mənim adım olmasın, məni tanısınlar. Tamah eləmək də budur. Onun, məsələn, malı mənim olsun, bu tamahdır. Və həsəd. Həsəd də təəssüflə budur ki, birində bir şey görürük. Həsədin anlamına burada baxaq. Həsəd bir ayrı bir şey olacaqdır. Həsəd nə deməkdir? Türkcə yazaq ki, fikir eləməsin, ərəbcəyə çevrildik. Həsəd də budur ki, mən anladığım budur yeri. Görürük birinin bir şeyi var. Ona bir qibd eləmək var. Kaş mən də otur olam. Məsələn, mən gördüm, doğrudan deyirəm, mən gördüm ki, bəzi insanlar türk dilində çox, ad çəkmirəm, amma çoxdur insanlar bu türkçə. Türk dilində çox dərin bilgiləri var. Elə Güney Azərbaycandan danışıram. Şimali Azərbaycan ya Türk dünyasından danışmıram. Güney Azərbaycanda, İranda yaşayan türklərdən danışıram. Və hey qibd elirdim, onların məqalələrini yayırdım filan, bəhman ki, adamlar görsünlər, belə bir adam var. Sonra, məsələn, mən niyə o cür olmayayım? Mən niyə çalışmayayım o cür olsun? Zehnimə gəldi. Bu qibdədir. Həsəd budur ki, niyə onun var? Nə cür eləyim, onun da olmasın? Niyə mənim yoxumdur, onun varıdır, mən bir cür eləyim ki, onun olmasın? Yəni, bəzi yerdə çalışırsan, özünü aparasınsa buna qibdə deyirlər. Həsəd oradadır ki, həsəd ya da gündəlik danışıqda qısqancılıq, gözü götürməməzlik, başqa bir insanın uğurunu, xoşbəxtliyini, mal dövlətini, ağıllığını ya da hansısa bir üstünlüyünə
üstünlüyünə dözməmək və ürəyində o nemətin, o insanın əlindən çıxmasını istəmək mənasındadır. Təəssüflə bu çox da zərər verir də. Yəni görürsünüz ki, siyasətdə bir söz var, deyirlər o yerdə ki 3 adam ola, ortada biri xiyanət elər biri ilə o birisinin əleyhinə. Yəni 3 adamdan ikisi 3-cü adamı aradan çıxartmağa, mən öz misalımı əvvəldə vurdum, dəqiqən o cür oldu. Yəni indi burada həsəd bu işi görür. Həsəd deyir ki, indi ki belə bir şey var, bunu biz tapaq əldə işlədək, mənfəət olsa götürək də, niyə o götürsün? Onun zəhmətin əlindən çıxartma, həsəd belə bir işdir. Ki onlarla qatışıqdır, yəni kibirlə də qatışdı, gözəl dedi. Yəni bu şey deyir ki, rəhmətlik Yusuf Emre deyir ki, odla gələn şəhvətdir, kibridir, tamahdır, həsəddir. Bunlar bir-birinin mükəmməlidirlər, bir-biri ilə ilgilidirlər, ayrı-ayrı deyirlər. Yəni həsədlə şəhvət, həsədlə kibr, həsədlə tamah, bunlar hamısı bir-birləri ilə qarışıqdır. Yəni bir-birlərini çox da ayırmaq olmur. Buna görə ki biz bunu anlayaq, beləsi bir üləmalar, alimlər, düşünürlər, filsuflar, əxlaq müəllimləri, irfan gəliblər bunları ayırıblar ki, tozih verə bilsinlər. Can ilə gəldi belə düş, belə 3-4 xisal, izzətü, vəhdətü, həya, adab-ı hal. Canla, ruhdan gəldi nə idi? İnsan ruhdan da əslisidir. Yəni, izzət, insanlar hər şeyə kasıblığa dözür, amma hər şeyə baş əymir. Özün, ya millətin, ya mənafiin satmır. Öz kişiliğin, öz şəxsiyyətin çətin cüzləri qalır, yaşır. Hər işə gedib, yəni iş olaraq, nəinki hər iş əskikliğə getmir. Yox, iş işdir. Adam məcbur qalanı gedir, hamballıq edir, yük daşıyır. Bu işdir, işləməkdir, iş iftixardır. Özgələrə əl açmaq yerinə gedir, işləyir, zəhmət çəkir, pul qazanır, yaşamın idarə edir, özünün əhliyalın. Bu çox, hər nə iş olur olsun. Yəni, ola bilər yük daşısın, ola bilər kitab yazsın, ola bilər dövlət işində olsun, ola bilər xüsusi bir işlə olsun, hər halda o nə olur olsun. Amma o izzət-i nəfsin saxlır və özünü əskiltmir. Bizim bir də insanlarımız İranda qalıb yer-mövqe sahibi ola bilərdilər, vəzir-vəkil ola bilərdilər, milyarder ola bilərdilər, ixtilas eləyə bilərdilər. Onlardan çox 1000 qat aşağı insanlar savadda, düşüncədə, anlayışda, gücdə, ağıl gücündə mənsurum. Orada qalıb bir şey sahibi olublar. Rantla savad sahibi olublar. Rantla sirvət sahibi olublar. Amma bir də insanlar mən tanıram şəxsən özüm ki, o izzət-i nəfsi saxlayıblar. Dünyanın malına, dövlətinə, məqamına, şöhrətinə, şəhvətinə bel çöndəriblər, üz çöndəriblər. O izzət-i nəfs üçün, millət üçün, vətən üçün düşündükləri ideallar üçün vətəndən qürbətdə yaşamağı və o şeyi əldə verməyi və burada məsələn taksi sürür, nə bilim bənnalıq eləyir, fəhləlik eləyir, nə bilim hər iş, yəni işdə işlir. Hətta bunların məsələn savadları çox yuxarı olur bəzən. Amma çünki farsca oxuyublar, farsca təcrübələri olubdur və ya təxəssüsləri bir cürdür ki, burada mühəndisi deyil. Bunlar burada o işləyə bilmirlər onu. İşləmədikləri üçün məcbur olurlar gedərlər ən aşağı işlərdən başlayırlar. Yəni toplumda məsələn deyək ki, biri rəisi idarədir, bunu yəni vəzirdir, nümayəndədir, nə bilim dövlət adamları üst səviyyəli, bunlar üstün görsənirlər bizim gözümüzdə.
Qəzavət elində, filan kəs bankın rəisidir məsələn. Yəni elə bir ki, məsələn bir nəfər şəhərdə xiyabanı süpürür. Məsələn o adam deyil, o adamdır. Yox, belə deyil. Burada o şəhəri süpürən də adamdır, o da adamdır. Bu da işlir, o da işlir. Hamısı işlir. Hamısı əl gücün, qol gücün satırlar. Ya hətta beyin gücünü satırlar qazanmaq üçün. Yazar. Mən yazaram, məsələn bir yazı yazıram, oradan bir pul qazanıram. Bunu satıram əslində. Yəni o bacarığımı satıb ondan keçinirəm. Amma bir var ki, bu bacarığı satıb özünü də kiçildəsən, o adam üçün, o bir şey üçün ki, qəbul eləmirsən, özünü qəbul eləmiş kimi göstərsən, bir də var ki, yox, gələsən deyəsən ki, mən özümü kiçiltməyəcəm, əskiltməyəcəm. İzzətü, vəhdətü, həya, adab, had. Çox önəmlidir bunlar. İlk kəş bunları elə adam oturub bunları bir-bir danışa. Çox izzət-i nəfs, vəhdət. İnsan vəhdət olmalıdır. Tək olmalıdır. Tək üzlü olmalıdır. Hər yerdə bir cür davranmamalıdır. Əlbəttə ki, küçədə, ümumi bir yerlə əhliyalının yanında, ya xanımısının yanında, xəlvətində, hərəsində bir ayrı cür davranacaqdır. Bu davranış təbiidir. Yəni, bu davranış ikicürəlik deyil. Bəlkə hər yerin özünə görə, amma bu da bunun anlamı deyil ki, məsələn, biz gedirik bir yerə, bizim fikrimizlə düz deyil, düşüncəmizlə düz deyil, anlayışımızla düz deyil, orada onlar kimi yaşayaq. Onlar kimi davranaq, onlar kimi duraq. Məsələn, deyək ki, dini baxımdan bir iddialar deyil, mən müsəlmanım. Məsələn, deyək, müsəlmanları deyək. İranda yaşır, başını örtür, nə bilim, filan bəhman səqqəlin qoyur, filan bəhman, mən filan eləmərəm, bəhman eləmərəm. Amma elə ki, çıxır, məsələn, gəlir Türkiyəyə ya bir ayrı məmləkətə, gedir əraq içmağa, gedir, hər işin görür, tumansaq olur, filan olur, bəhman olur. Yəni, xanım, ağa, heç fərq eləməz, ikisini də deyirəm. Bu nə deməkdir? Bunu demək ki, bu adam vəhdəti yoxdur. Bu adamın anlayış, inanc, gücü doğru deyil. Bu adam badismidir. Bu günləri mənfəəti İranda səqqəl qoyub, manto geyib, başını örtməkdə, çadırada dinlə danışmaqdadır. Amma oradan çıxan kimi tumansaq olub, nə bilim, əraq içmək, doğuz əti yemək filan bunlardadır. Həya. Adab-ı hal elə təbirəm budur. Yəni hardasan oranın ədəbində müraciət. Məsələn biz gedirik, deyək ki, bir məscidə. Təbii ki, məsciddə təziyə yerinə, orada bir cür olacaq, toy yerində bir cür olacaqdır. Yəni biz toy yerinə yasa getdiyimiz kimi getmərik. Yasa da toya getdiyimiz kimi getmərik. Bir qonaq gedirik, ora öz evimiz kimi getmərik. Evimizə bir qonaq gəlirsə, özümüz olduğumuz kimi olmarıq. Bir şeir məclisində nohə oxumarıq. Bir nohə məclisində məsələn, rəqs eləmərik. Bunlar belə bir şeylər. Hər halda çox gözəl şeirdir. Yəni, mən düzünü axtarsaz Yunus Əmrəni televizyondan eşitdiyimdən qədərdir. Bu birinci dəfədir ya da ikinci dəfədir ki, Yunus Əmrə haqqında və onun şeirlərindən bir şey oxumağa çalışıram və nə qədər dərin, mənalı bir şeydir. Mən bu kitabı özüm üçün saxlayacağam, əgər şey olsa. Bunu buradan, haradaydı bu? Bunu buradan götürüm, aparım. Özüm üçün bunu kopi də edirəm ki, aparam bunu. Özüm üçün saxlayam. Bu o kitablardandır ki, hətta müsafirətə gedəndə belə adamın yanında olub bunu oxumağı lazımdır. Bunu da, bu videonu çox gözəldir bu oğlan. Azərbaycanda milli fəal görünən və bu adla yaşayan çoxlu insanlar vardı. Hamısına da tək-təkinə də baş əyirəm, hörmət qoyuram. Amma bizim ən böyük məsələlərimizdən biri ana dilidir. Biri dövlətçilikdir, ya əslisi dövlətçilikdir. Ondan sonra bəzi şeylər var ki, dövlət dilinin altındadır. Çox aşağıdır. Dövlət qurmaq, dövlət sahibi olmaq ən başdadır. Ən mühüm haqq dövlət sahibi olmaqdır. Heç haqq dövlət sahibi olmaqla müqayisə olmaz. Vətənin hamısı belə işğal olsa, dövlət qurulsa siz bir şey eləyə bilərsiniz. Vətənin hamısı azad olsa, dövlətiniz olmasa işğal olarsınız. Diliz olsun, dövlətiniz olmasa dil aradan gedər. Azərbaycanda, Rusiyədə, Türkiyədə, hər yerdə ki bu türklər yaşırlar, onlara baxın.
Dil aradan gedir, dövlət yoxdur, ona görə işğaldadır. Dövlət ən mühüm nemət, ən önəmli milli. Yəni hər kəs bu dövlətdən danışmaya, Urmuc gölündən, vətəndən, işğaldan, mədəndən, misdən, süngündən, nə bilim qızıldan, filandan danışa. Bunlar əsli məsələni bilmirlər. Əsli məsələ dövlətdir. Dövlətdir, əsli dövlətdir, dövlətin haqqında danışmalıyıq. Amma deyək ki, bizim indi vətəndə dövlətdən danışa bilmir adam. Hər nədən dolayı, niyə danışa bilmirik? Gərək bu riski eləyək, danışaq. Amma niyə bunu danışa bilmirik? Ümumi dövlət qruplarda danışmırıq, xüsusi qruplarda. Tanıdığımız, etimad elədiyimiz, güvəndiyimiz mənə tay bəzi adamlara etimad eləməyin əlbəttə. Ki, xiyanətə sürər. Etimad elədiyiniz adamlarda dövlətlərlə danışacaqsınız. Dövlətinizdən danışacaqsınız. Nə cür qurulmalıdır? Dövlət əslində nədir? Dövlətin işi nədir? Dövlət olmasa nə olar? Dövlət olsa nə olar? Dövlət olsa vətəni nə cür qorular? Diri nə cür qorular? Tarixi nə cür qorular? Təlim-tərbiyə sistemin, behdaş sistemin, difa, əmniyyət, güc, sənaye, inkişaf, çoxlu qavramları dövlətin əlindədir. Dövlət olmasa olmaz. Azərbaycanın vergi, bunlar hamısı getir o bank, hizb, azadlıq, qanun, bunların hamısı dövlətdədir. Dövlət olmasa bunlar da yoxdur, bizdə də yoxdur İranda. Yəni biz İranda indi bunlardan biri Urmuc gölüdür. Urmuc gölü illərdir. Mən vətəndə olanda ildə 3-4 dəfə bunun xəbərin radio Fərdadan filandan yayırdım. Yəni əsli işim demək olar biri buydu. Hətta vətəndən çıxandan bir neçə gün öncə də getdim, oğlumla getdik ora, Urmuc gölünə və hətta ayaqyalın girdim suyun içinə, bilmədən ki bu duzlar şüşə kimi olublar, su da gəlib bunları yontalayıbdır, bunları doğurar ayağı. Mən ayaqyalın getdim suyun içinə, çıxanda gördüm ki qandır teyxə, çünki şüşə hər yeri kəsib ayağımı. O cüzdə vətəndən çıxdım, yəni o son şey ki vətəndən özümlə gözəl də xatir oldu əslində, o anladım, elə o olar. Amma hey Günaz TV-də olan zamanda dedim, ağa gedim bu sizin bu Urmuc gölü fəqət o körpü deyil. Urmuc gölünün dövrəsi bizim torpaqlarımızdır və biz bunlarda yaşayırıq. Bəzi kətlər var bunun qırağında, bəzi dolanmaq yerləri var idi. Ya da yoxdur. Ağa gedin deyin ki, mən gedirəm bu günləri əhliyalımı götürürüm, gedirəm bunun dövrəsində bir görüm nə var, nə yoxdur. Bu həftə 50 kilometr, sabahları o birisi həftə 100 kilometr, o birisi dostun, o birisi tərəfdən denən gəlsən, falan yerdən gəl, film götür, bunları yay bizə görsət. Urmuc gölü təəssüflə biz hala heç birimizin zehnimizdə yoxdur ki, Urmuc gölü nədir? Onun üçün bu oğlan, ki burada videosunu görürsünüz, bu bir müddətdir, Allah saxlasın, mən tanımıram biləsin və hətta deyə bilirəm ki, bəlkə İran rejiminin adamıdır. Amma bir iş götürüb, bir proje götürüblər bunlar. İran dövlətli olsa projəni götürübdür. O nədir? Ehyai Sitad, Ehyai Dəryatı Urmiyə deyə bir şey olsa, o da götürsə, belə o da bu şəxsi desə ki, getdirir. Hər kəs eləsə, gözəl bir işdir. Bilgi verir. Bu adam bu son zamanlarda Urmuc gölünə gedən çayları təqib edir. O sədlər, bəndilər ki, vurub çayların üstündə onları təqib edir. Onlardan su gəlir Urmuc gölünə, nə qədər gəlir, hara gedir, nə cür olur, bunları göstərir. Yolu bağlanıb, hara dönür, bunları göstərir. Suyun nə qədər çoxdur. Nədən ayrı, məsələn, milli fəallardan ayrıları bu işi görmürlər? Bu da bir məsələdir, mənim nəzərimə çox da önəmlidir. Davam edeyim, mən bu yadımdan çıxar, ayrı şeylər danışıram, bu yaddan çıxar. Bunu peys eləyim bura, qeydim kitabımızı oxuyaq. Çünki zahirən mənim getmağıma da bir 10 dəqiqə zat qaldı. Fi tərifül əql. Əql padişahın qədimliği pür pərtövündəndir. Əql padişahın qədimliği pərtövündəndir. Əql dəxi 3 dürlüdür. Biri əql məaş, dünya tərtiblərin bildirir. Biri əql məaşıdır, dünya tərtiblərin bildirir.
biri də əqli məadıdır, axirət əhvalın bildirir. Biri də əqli küllidir, Allah-u Teala mərifətin bildirir. İman padişahın hidayəti nurundəndir. İman da üç, ehtimalən şeir deyil bu, sözlərdir. Yəni ona görə də bunları şeydə yazıbdır. Misrəh kimi yazıbdır, aralarında şey yazıbdır. Yəni düz yazı kimi yazıbdır, şeir kimi yazmayıbdır və aralarında bir fəqət gül kimi bir şey çəkibdir. İman padişahın hidayəti nurundəndir. İmanda üç dürlüdür. İman da üç dürlüdür. Biri elmül yəqinidir. Biri eynül yəqinidir və biri haqqül yəqinidir. Amma ol iman kim elmül yəqinidir, əqlidə yerlidir. Ol iman ki elmül yəqinidir, əqlidə yerlidir. Yəni yerləşib əqlin içində. Və ol iman ki eynül yəqinidir, o gönüldə yerlidir. Və ol iman ki haqqül yəqinə canda yerlidir. Və ol iman ki haqqül yəqinidir, canda yerlidir. Can ki olan iman, canla olan iman, canla belə gedər. Canla olan iman, canla belə gedər. Yəni canla gedən iman canla dolanar. Canla da gedər. Yəni ölsə gedər. Canla olan iman canla belə gedər. Gidər, üzrsən. Burada gidər oxunacaqdır. Bir dənə i qoyub altında. Üçmək padişahın fəzli pərtövündəndir. Üçmək padişahın fəzli pərtəvündür. Tamu hamısı. Əlbəttə tamunun bir ayrı mənası vardır. Onun cəndə bir də oxuyarıq bunu. Padişahın ədli pərtəvündəndir. Tamunu bir dəfə də yazın burada. Bir dəfə soruşmuşduq, amma yadımda deyil. Tamu nə deməkdir? Tam sözündən gələ bilər, amma o deyil. Tamu qədim türk inanışlarında, əsatirində və köhnə türkçədə cəhənnəm mənası daxıyan ehtimalən müqəddəs və önəmli bir kəlmədir. Bu kəlmə ehtimalən daşıyan olacaqdır. Cəhənnəm mənasını daşıyan yazıbdır. Bu kəlmə çox qədim türklərə, köklərə malikdir. Cəhənnəm mənasına tamu. Tamam. Tamu padişahın ədli pərtövündəndir. Topraq padişahın nuri pərtövündəndir. Su padişahın həyati pərtövündəndir. Yel ol padişahın heybəti pərtövündəndir. Od padişahın yel ilə gələn tamudə qələsilərdir. Qalası həman. Yel ilə gələn tamudə qələsilərdir. Canla belə gələn həzrətdə müstəğrəqdir. Canla belə gələn kəlan, əlbəttə kəlan yazıbdır. Canla belə gələn həzrətdə müstəğrəqdir. İndi bil ki qəngi büldücünsən, qəngisünün sözün tutarsın. İndi bil ki qəngi bulgudinsin, qəngisinin sözün tutarsın, onun bölükündənsin, vallahu ələm. Onun bölükündənsin, vallahu ələm. Bölük orduda işlənən bir sözdür. Əlbəttə, indi coğrafiyada da işlənir. Yəni, məsələn, deyirik ki, bir bölük. Yəni, yeri bölüblər, o bölüklər. Orduda da məmulən, məsələn, deyək ki, 12 nəfər, 20 nəfər, 100 nəfər, 50 nəfər, 500 nəfər, 10 min nəfər, 100 min nəfər, bilmirəm. Bölürlər, olur, məsələn, bir quruh, qurdan, tip, ləşkər və ordu, məsələn. Ona bölük deyirlər. Bölük budur. Siz deyir, hər kəsin sözünü qəbul eləsəz, onun dalısçıncısı, onun bölüyündənsiz.
Aşağıda bir abı bir şey yazılıb, onu oxuya bilmirik. Bir şeiri də buradan bir şeir istəyirdim oxuyam, amma bu şeir 6 səhifə, 8 səhifə, 10 səhifə, 12 səhifə, 12 səhifəlik bir şeirdir. Bunu bir səhifəsini oxuyayım və gedək. Gəl imdidimlə sözü şərh edayın, birən ani sanə diyarın, birən, yəni birən ani sənə diyarın deyim. Çu şahın hikməti əqdəm deyindi, çu şahın hikməti əqdəmdən idi, bu bir qəç sözə şərh edəm də indi. Edəm deyindi. Bu bir qəç sözə şərh edəmdi indi. Üstəki sözləri deyibdi. Onları istəyir 12 səhifədə tozih verər. Əcəb oxumalı bir kitab olacaqdır. Umarım inşallah bu fürsət ələ verəcəkdir. Mən bir neçə kitabı seçmişəm. Bunları oxuyacağam əvvəldən axirə. Yenə canlı yayında bunları oxuyacağam. Mənim özümü təlim verəcəyəm. Zəhmətlidir, amma oxuyacağam, bu vaxtı qoyacağam. Bu muxtəsər cahan, iki cahanca, dükali bağırsək 100.000 anca. Dükali bağırsək 100.000 anca. Əzim cahan durur gül cahani. Əzim cahan durur gönül cahani. Səni izlarsın, bulasın ani. Səni izlarsın, izləmək, baxmaq, görmək. Rəddin sürmək. İz rəddi, ayaq rəddi. Ya hər bir şeyin rəddi ki, yerdə qalır, ya deyək ki, qarda qalır, ona rədd deyirlər. Səni izlarsın, bulasın ani. Xəbər yəsərəm nəfsün əlindən. İndi bunu oxumaq biraz burada qatışdırdım. Xəbər verisərəm nəfsün əldən, ümidün varsa gedasən andan. İki sultan durursa ki həvalə, dilər hər birisi ki mülkü alə. Biri rəhmanidir can həzrətindən, biri şeytanidir qərəz tənindən. Görəmədim kim səni kimə təpərsin. Görəmədim kim səni kimə təpərsən. Kimə tapmaq, tapmaq, tapanaq, kimin dalısıca getmək, kimə ibadət eləmək, kimə sığınmaq, kimə dayanmaq anlamına gəlir. Tapanaq məmulən bunun türkçəsi məscid, kilisə, məbəd. Bunların hamısının adı ayrı-ayrıdır. Hamısına tapanaq deyilir türkçədə. Yəni hər dinin özünün bir yeri, orada gedib orada özünü tapırsan. Ya orada gedirsən onun içinə, təpilirsən ola. Təpilmək, sığınmaq anlamında. Onu deyir ki, hər kəsin fərq eləməz, adını demir də. Yəni onun yerinə ki, 100 dana din vardır, bir adlarınsa, ya deyir tapanaq. Gör imdi kim səni kimə təpirsən, kimə qapı açıb kimə yerirsən, onun 13.000 ərdür rəhmani ləşkər. 13.000 ərdür rəhmani ləşkər, zəbunsuz kimsələrdir ki ərənlər. 9.000'dür bu nəfsün həşərati. 9.000'dür bu nəfsün həşərati. Mudam əyərlüdür bunların ati. Mudam əyərlüdür bunların ati. İhtimalən əyar mənasına gəlmir. Əyərli, yəni əyri hərəkət eləməkdə. Nişanları bu kim yüzləri qarə. Bu nifrin o şikayət qəndə varə.
Sakın qıl kim bunlardan olmayasın. Ki nefsi divanene yazılmayasın. Qu nefsün diləgin can bilərsik. Yərük nuri can sözünü əslərsik. İndi burada davam edir. Mən də kəlmələri zora düşdüm. Oxumaq lazımdır bunları bir-bir və getməliyəm. Beləliklə bugün Allaha şükür olsun bir gözəl kitabla tanış olduq. Bu kitabı ölməsəm qalsam, Allah ömür verirsə, izin verirsə, gələcəklərdə bu kitabı başdan ayağa oxuyacağam canlı yayında və anlamağa çalışacağam sözlərin dana-dana. Bu mənə köməklik elər ki, bir neçə kitabı oxusam mənə köməklik elər türk dilin yaxşı öyrənirəm. O dostlarımız ki, Nəhcül Bəlağəni, Qur'anı, dini kitabları və qeyri-dini kitabları türkcəyə çevirə bilib gücləri var. Bu qədər türkcədə ki, eləyə biliblər. Bu qədər sözləri zehnlərində olar ki, bu kitabları ərəbcədən ya ayrı bir dillərdən türkcəyə çevirərlər. Onların kölgəsinə yetişməyə belə çalışam. Beləliklə bu günü qutardıq. Sağ olun, sağ qalın. Allah ömür verirsə bir ayrı gün, bir ayrı kitabla tanış olarıq. Hələlik. Əlbəttə kaş eləyə biləydim, gedib bunun 55-ci səhifəsindən də biraz oxuyaydım. Sürətlə gedim o 55-ci səhifəyə. Tamam. Bu son beyti, son səfəni oxuyaq qutaraq da. Yəni əlbəttə bu şeir də uzundur. Yəni baxıram, qeydirəm, dalıya görüm hardan başlanır. Bu da uzun şeirlərdən biridir. Ehtimalən qəsidədir ya məsnəvidir. Məsnəvi olacaq Dastan-ı Əql. Əql dastanıdır. 1, 3, 5, 7, 9, 11, 13, 15, 17, 19, 21, 23, 23 səhifəlik bir dastandır. Onun son səhifəsindən oğri dediyim şeytan durur, arır. Ol oğru dediyim şeytandır, arır. Ki dəmbədəm içində fitnə düzər. Məqamini yəqərsən taətilə, muradünə arərsən dövlətilə. Ey qafil bilmədin ömrün geçasın, əcəl atı qəmu eybün açasın. Əzən, azın əzin, bu ömrün kacisidir. Süvərrəsən, sən bu ayın necəsidir? Təmmətür Risalə qutardı. O birisində də bir dana başlayandan fəqət 2-3 beyt oxuyayım. Sənsiz yola gərü, rəsmi çarəm yox adəm etməğa. Sənsiz yola geri rəsmi çarəm gerirsəm. Sənsiz yola girirsəm, çarəm yox adəm etməğa. Güdmədə qüvvətim sənsin, başım götürüb getmana. Bu başlayır bu kitabda bununla, ehtimalən elə bu da o Həzrətin kitabıdır. Çox önəmli olacaqdır. Qalsın bunları oxumağına inşallah sonralar himmət elərik. Beləliklə bu günü başa çatdırdıq. Xeyirli, xoş günləriniz olsun. Hələlik.